4 ilin həsrətinə son qoyduq. Artıq 14 həftəyə çatmışıq. Qızımızda borlar bağlı idi. Hormonal problem, zəif yumurtalıqlar və müalicəmiz 9 ay olub. 9 ay müalicə nəticəsində təbii yolla qızımız həmlə oldu. Çox sevindik, çox xoşbaxt olduq, amma həmləliyimiz çox ağır keçir. Hal-hazırda da 2 dəfə qanaxmalar olub, bir dəfə xəstəxanada uzandırmışıq. Hematoma böyük olub, qanaxma olub və sairə problemlər, hormonal problem. Ona baxmayaraq 14 həftəyə çatdıq və sizlə bir yerdə istəyirdik uziyə baxaq. Baxaq balacamız hal-hazırda neyinir? Aha, bu bizim embrionçiqimizdir. Strukturları tam uşaq formalaşır. Baxaq uşağın ürəyi dönüşünə. Dünyanın en güzel melodiyasıdır. Çox xoşbaxtıq, çox sevinirik. Hər şey hal-hazırda yaxşıdır. Hematomasının yeri qalıb, cift normal formalaşıb. Əl ayaqları normaldır. Baxaq, bizə salamlar deyir, yoxsa yox? Burada bizə doktoruna və sizə salamlar deyir. Çox sevindik, sizi təbrik edirik. Çox sağ olun Nilrə xanım, sizin sayənizdə hər şey. Yəni çox həkimləri gəzmişdim, düzgün diaqnoz qoya bilmirdilər. Şükür sizin sayənizdə, yəni düzgün diaqnoz nəticəsində bu yerdəyik. Düzdür, biraz çətin keçdi, amma hər şey indi yaxşıdır. Şükür, Allah olmayanlara da qismət eləsin. Hamıya arzu edirəm, təşəkkür edirəm sizə. Siz də təbrik edirəm inşallah. Kimi çataq və körpənlə sizi yola salaq. İnşallah. Mamacıq olun. Bizə də qismət olsun.